Galatendin seçimi müasir rəhbər tövsiyələrdə göstərildiyi kimi birinci sıra antanginal dərman beta-blokator, ikinci sıra isə və kalsium antagonisti, amlodipin qrupu kalsium antagonisti idi. Buna görə seçilib. Eyni zamanda hər iki dərman rezistent arterial hipertenziyalı bir xəstə ilə qarşılaşdığımızdan hər iki dərmanın da hipotenziv təsiri var. Yəni ikili məqsədlə təyin olunmuşdur. Yekun olaraq bisoprolol, amlodipin nə vaxt təyin olunmalıdır? Sabit stenokardiyalı xəstələrdə hər iki dərman birinci sıra antanginal dərman kimi verilmişdir. Hipertenziyalı pasiyentlərdə əgər hipertenziya sabit stenokardiya ilə gedərsə, atım fraksiyası azalmış ürək çatmazlığında təbii ki, bisoprololun dozasını tədricən titrirləməklə, taxaritmiyalar olarsa, hamiləlik hamilə qadınlarda hamiləlik hipertenziyalarında, rezistent arterial hipertenziya 3-cü, 4-cü dərman kimi əlavə olunur beta-blokatorlar. Ürək çatmazlığı əgər sabit stenokardiya ilə gedirsə və əgər hipertenziya və yaxud stenokardiya qlaukoma fonunda olarsa, yəni qlaukoma ilə yanaşı gedərsə də beta-blokatorlar effektli sayılır.